Demiş ki, o olması başqası olsun. Nə fərqi var? Bir gün belə heç kim pulsuz mənim mağazamı reklam eləməyib. Mağazamı mən özüm reklam eləyirəm. Yəni, pulsuz paltar geyinib çıxartmayayım mənim dükanımda. Mən o insanın pulunu ödəmişəm, düzdür? Əgər bir insan ki, mənlə işləmək istəmir, deyir, yorulmuşamsa, demək ki, o yorulub, mən səbəbini soruşmuram, ona yalvarmıram. Sən Allah gəl mənim dükanımda işlə. Sonunda mən pul verirəm də. Mən pul verdiyim insana niyə yalvarmalıyam ki, gəl mənimlə işlə? Mənim puluma minnət. Bütün TikTok bir dəqiqə mənə yalvarır ki, həzi gəlim sənin dükanında paltar reklam eləyim, mənə pul ödə. Mən də insanları seçirəm, hər kəslə də işləmirəm. Mən seçim eləyirəm. Mənim dükanımda da heç kim pulsuz işləməyib. Artıqlaması ilə hamısının pulunu ödəmişəm. Bu günə qədər. Hələ mənə borcu olanları heç saymıram.